Bismillahirrahmanirrahim. Değerli dinleyiciler, təsəvvür edək ki, övladımız xəstələnib, Allah xəstələrimizə şifa versin, övladlarımızdan da xəstəliyi uzaq eləsin, amma bir misalla deyirəm də, xəstələnə uşaq və biz də onun üçün dərman hazırlayaq. Bu dərmanın qutusu o qədər gözəl ola, şüşəsi o qədər gözəl ola, rəngarəng ola ki, uşaq o dərmanı qəbul etmək əvəzinə dərmanın şüşəsi ilə ya dərmanın qutusu ilə oynayır. İnsanlar da əksər hallarda belə olurlar dünyaya qarşı. İnsanların nöqsanı budur ki, dünyadan ahirətə çatmaq üçün istifadə etmək əvəzinə dünya ilə oynayırlar, dünyanı vasitə yox, məqsəd kimi qəbul edirlər. Dünyaya vasitə gözü ilə yox, məqsəd gözü ilə baxırlar. Və bizim səhv düşüncəmiz buradadır. Ona görə də dünyada problemlərimizi həll edə bilmirik.